görünür. İnsanların qurduğu, yəni etibari əxlaq cəmiyyətə, zamana və mədəniyyətə görə dəyişir. Yəni bir dövrdə normal sayılan şey başqa dövrdə normal sayılmırsa, bu o deməkdir ki, bu əxlaq sabit deyil. Qur'anın bəzi hökmlərinin insanın əxlaqına uyğun gəlməməsi barədə Əllamə Təbətəbai deyirdi ki, problem Qur'anda deyil, problem bizim əxlaq anlayışımızın qarışıq olmasındadır. Şəhid Mürtəza Mütəhərri yazırdı ki, əgər əxlaqı insan özü yaratsa, onda sabit doğru olmaz. Təsəvvür etsək bir məsələyə birinin yaxşı, digərinin pis yanaşması təqdirində, əgər meyar insan olsa, hər kəs haqlı olacaq. Bu isə o deməkdir ki, həqiqət anlayışı yox olur. Ayətullah Həsənzadə Amili deyirdi ki, din əxlaqı yaratmır, onu oyadır. Yəni insan doğulanda ədaləti hiss edir, yaxşılığı sevir və pislikdən narahat olur. Amma zamanla cəmiyyət, istəklər və nəfs bunları örtür. Lakin din gəlir və bu örtüyü qaldırır. Qur'anda Müdəssir surəsində buyurulur ki, onlar sanki hürküb qaçan və aslandan qaçan vəhşi uzunqulaqlardır. Əllamə Təbətəbai bu ayələri izah edərkən deyirdi ki, Qur'anın dili çox vaxt varlığı təsvir edən dildir. İnsanı təhqir edən dil deyil. Yəni Qur'anda bəzi ifadələr insanın zatına yox, onun halına aiddir. Çünki insan öz həqiqətindən uzaqlaşanda onun davranışı artıq fitrət səviyyəsindən çıxır və heyvani reflekslər səviyyəsinə enir. Şəhid Mürtəza Mütəhərri deyirdi ki, insan bəzən öz həqiqi vəziyyətini anlamır, özünü kamil zənn edir. Halbuki davranış olaraq artıq şüursuz bir mərhələyə düşmüş olur. Bu səbəbdən Qur'anın sərt dili insanı sarsıtmaq üçündür. Çünki bəzi hallarda yumşaq dil insanı oyatmır. Ümumiyyətlə insan iman həqiqətindən uzaqlaşdıqca onun varlıq nizamı ilə əlaqəsi zəifləyir. Bu zəifləmə nəticəsində insan artıq öz fitri dərinliyindən yox, instinkt və vərdişlərdən hərəkət etməyə başlayır. Yəni məsələ insanın özünü hansı səviyyəyə endirməsini göstərməkdir. Əllamə Təbətəbai deyirdi ki, Qur'anda Allahın qəzəbi və ya rəhməti insan duyğusu kimi deyil, nəticə qanunu kimi işləyir. İnsan imanla həqiqətə uyğunlaşdıqca, o uyğunluq ona rəhmət kimi açılır. İnsan həqiqətdən uzaqlaşdıqca isə uzaqlıq onun öz daxilində boşluq və qaranlıq kimi görünür. Şəhid Mürtəza Mütəhərri deyirdi ki, kafirə münasibət ifadəsi çox vaxt səhv başa düşülür. Çünki Qur'anda söhbət şəxsi düşmənçilikdən yox, həqiqəti qəbul edib etməmə mövqeyindən gedir. Yəni iman və inkar insanın varlıq istiqamətidir. Ayətullah Həsənzadə Amili yazırdı ki, Allahın rəhməti varlığın özüdür. Yəni insan mövcuddursa, nəfəs alırsa və düşünürsə, artıq bu rəhmətin içindədir. Amma insan bu rəhməti qəbul etmədikdə, o rəhmət onun üçün açıq qalır. Ayətullah Həsənzadə Amilinin dili ilə desək, günəş hamıya işıq saçır, amma gözünü yumana işıq çatmadı deyilmir, görmədi deyilir.